Niyə təslimiyyətimiz yalnız Allahın indirdiyinə, Peyğəmbərinin sallallahu aleyhi ve sellem nümunəsində olmalıdır və niyə yalnız özümüzə müsəlman adı verməliyik? Birincisi, Allah Subhanahu taala Quranda deyir ki, "İttəbi'u mə unzilə", tabi ol sənə indirilənə, yəni yalnız onunla get. Və başqa ayələrdə "Laqad kana lakum fi rasulillahi uswatun hasanatun" deyir. Sizin üçün deyir Peyğəmbərdə gözəl nümunə var. Yəni Allah Subhanahu taala bizə onun endirdiyinə tabi olmağı, onun endirdiyinə təslim olmağı öyrədir və Peyğəmbərinin göndərdiyi elçilərin nümunəsində. Bundan sonrası bütün alimlərin izahı, ən gözəl alimlərin izahı olsun, alimlərin səhvlikləri, azğınlıqları olsun, bunların hamısı din haqqında izahdır. Yəni din deyil, din yalnız Allahın göydən indirdiyi nömrə ilə ayələrdir və dinin nümunəsi, dinin praktikası, təcrübəsi də Allahın Rəsulunun səhih hədisləri nömrə ilə olan səhih sünnəsidir. Bizim təslimiyyətimiz olmalıdır Allahın indirdiyinə, Peyğəmbərinin nümunəsində. Özümüzə sünni belə leksiki cəhətdən düzgün çıxmır. Çünki biz yol deyilik, biz insanıq. Biz Allaha təslim olan, demək olar ki, biz müsəlmanıq, Allaha təslim olanıq. Nə vasitəsilə? Allahın göydən indirdiyi vasitəsilə. Allahın göydən indirdiyini bəs necə başa düşürsünüz? Peyğəmbər s.ə.v-in səhih nümunəsində, gözəl nümunəsində. Ondan sonra deyəcəklər. Və yaxşı, bu səhih nümunəni kimin izah elədiyi, hansı məktəblərin izah elədiyi metodologiya üzrə başa düşürsünüz? Bura gəldikdə isə deyirik ki, hansı dəvətin dedikləri Allahın göydən indirdiyi və Peyğəmbərinin nümunəsinə daha yaxındırsa, onu da fayda kimi götürürük. Yəni ona təslim olmuruq, onu fayda kimi götürürük. Və nə qədər də Allahın indirdiyinə, Peyğəmbərinin nümunəsinə ziddirsə, ondan Allaha sığınırıq. Və yaxşı, deyərlər ki, bəs siz nə bilirsiniz? Allah Subhanahu taala Quranda dəfələrlə deyir və laqad yassarnal Qur'ana lizikri fəhəl min muddakir deyir. Biz Quranı hasanlaşdırdıq. Ağıl sahibi varmı? Yəni zikr eləyən varmı? Yəni Allah Subhanahu taalanın dinini orta əsrlərdə də, xristianlıqda da hər vaxt çətinləşdiriblər ki, güya müəyyən insanlar başa düşür. Əslində elə deyil. Yəni Allahın kitabının tərcümələri də var. Yəni Allahın dini sadədir. Allahın sevgisini, razılığını qazanmaq üçün təmənnasız, ixlasla yaxşı əməl eləməyi öyrədir Allah bizə dinində. Yəni Allahla münasibəti düzgün qurmaq, ibadətlər eləmək, Allah üçün özünü inkişaf etdirmək, insanlara yaxşılıq eləmək, dünya nemətlərinin idarəçisi olmaq, xəlifə olmaq, qulu olmamaq. Bu gözəllikləri Allah bizə Quranda öyrədir və biz gedib hansısa bir ideologiyalara qoşuluruq, sonra başlayırıq bir-birimizi ittiham eləməyə ki, sən niyə özünə sadəcə müsəlman deyirsən, sən harasa aid olmalısan, sən nə olmalısan və kommentariyalarda da mənə yazırlar, harasa aid etmək istəyirlər, gəh o dəvətə, gəh bu dəvətə. Deyirəm ki, mən heç bir dəvətə aidiyyətim yoxdur. Ən gözəl dəvət olsa belə, bizim dövrümüzdəki hansısa ən gözəl dəvət olsa belə, o dəvətdə də səhvliklər, yanlışlar var. Yəni o təbiidir. Yəni biz ifrata, təfritə düşüb, dəvətdə səhv varsa onu inkar eləmirik. Dəvətin bütün faydalarından faydalanırıq və bir tərəfdən də dəvəti tam şəkildə, dəvətə təslim olmaq, tam şəkildə özünü ona aid etmək. Necə ki, bizə Allah dinində öyrədir ki, tam şəkildə onun kitabına tabi olmaq, onun Peyğəmbərinin nümunəsində tabi olmağı biz də götürürük, hansısa dəvətə onu isnad ediriksə, hansısa dəvətə onu təcrübə ediriksə, o özü bir böyük problemdir. Ən yaxşı dəvət olsa belə. Və azğınlıq ideologiyalarına gəldikdə isə, azğınlıqla düzgün dəvətin arasındakı fərq, azğınlıqda deyək ki, ideologiyaların çox hissəsi insanı cəhənnəmə aparır. Ancaq düzgün dəvətdə ideologiyanın özü, təməli insanı düzgün yola yönəldir. Səhvliklər olsa da. Yəni o baxımdan biz görürük ki, bu dəvət niyə azğınlıq dəvətidir, bu dəvət niyə gözəl dəvətdir. Əgər desəniz ki, bəs yaxşı, burada da səhvlər var, burada da səhvlər var, burada da düz var, burada da düz var. Biri var, düz kiçikdir və onu daha böyük hissəsi azğınlıqdır və insanı cəhənnəmə aparır, insanı çox Allahlığa aparır. Bir də var ki, insanı tək Allahlığa aparan dəvətdir və içində təbii ki, labüddür, səhvliklər olacaq. İçində insanların, alimlərin yanlışları olacaq. Çünki heç bir alim Peyğəmbər deyil, məsum deyil. Ona görə Allaha sığınırıq biz özümüzü hansısa bir insanın ideologiyasına təslim etməkdən. Çünki bizim ilahımız Allahdır və onun kitabı Qurandır və onun Rəsulü də Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmdir və onun nümunəsində tabi oluruq. Dəvətlərə gəldikdə isə dəvətlərdə olan bütün gözəllikləri Allahın bizə verdiyi
nemət sayırıq və ondan faydalanırıq və dəvətlərdə olan problemlərdən isə Allaha sığınırıq. Və kimsə ki sizə deyəndə ki, və siz hansısa kitabı, məktəbi oxumalısınız, hansısa bir yolla bu Allahın kitabını bilməlisiniz. Yəni demək olar ki, bəs biz yaxşı bütün dəvətləri oxumuşuqsa, onda hansını aid eləyək özümüzü? Və demək olar ki, bəs Allah Subhanahu taala Quranda deyir axı Quranı hasanlaşdırıb. Və demək olar ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin səhih nümunəsi var axı kitablarda. Və demək olar ki, səhih nümunəsini başa düşmək üçün onun əshabələrinin kommentariyaları var ki, yəni necə təcrübə edirdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Və ondan sonra əgər istəsə insan var, bütün ümmət tərəfindən ümumi qəbul olmuş gözəl alimlər var. Onların ideyaları, onların görüşləri var. Onların görüşlərindən faydalanmaq var. Onların görüşlərindən faydalanaraq hədisləri və Quranı düzgün anlamaq, yəni hədisləri və Quranları birbaşa oxuyuruq, birbaşa anlayırıq. Əgər anlamadığımızı da ki, ümumi qəbul olmuş alimlərin bizə yazdığı o gözəlliklər, Allahın bizə onların vasitəsilə verdiyi nemətlər vasitəsilə dinimizi başa düşürük, yaşayırıq və özümüzü heç bir qrupa aid etmirik. Və insanlara, ideologiyalara münasibət gəldikdə isə insanlara Allah üçün gözəl davranmaq istəyir, öz ideologiyamız olsun, istəyir başqa ideologiya olsun, istəyir qeyri-müsəlman olsun, insanlar Allahın yaratdıqlarıdır və biz onlara gözəl davranmalıyıq. Və ideologiyalara gəldikdə isə, əgər səhv ideologiyadırsa, biz o insanları sevdiyimizdən, onları xilas etmək istədiyimizdən səhv ideologiyalara nifrətlə pis davranmalıyıq. Çünki biz öz uşağımız nəyisə səhv etdikdə yenə də sevirik və ona bu səhvi yaraşdırmırıq. Və bu səhvi pisləyirik ki, uşağımızı bu səhvlikdən, bu azınlıqdan xilas edək. Ancaq yad adamlara gəldikdə bu səhvi bu insana yapışdırırıq və insanın şəxsini başlayırıq alçatmağa. Və bu isə azınlığın, aldanışın bir növüdür. Ona görə bundan Allaha sığınmaq lazımdır. Yəni, ikili standartlardan Allaha sığınmaq lazımdır. Çünki öz ailəmizə, atamıza, uşağımıza biz başqa cürə davranırıq və başqaları səhv etdikdə başqa cürə davranırıq. Ona görə Allahın dinində insanları sevmək, insanları xilas etmək, islah etmək var və insanları xilas etmək üçün günahlara nifrət etmək var. Və Allahın düşmənlərinə gəldikdə isə onlar az bir qrup insanlardır. Açıq-aşkar Allahın dininə, Allaha qarşı vuruşanları isə onları əlbəttə ki, sevmirik. Çünki Allahın xatirinə Allaha qarşı çıxanı sevmək necə ola bilər? Yəni, o az qrupdadır, o bir başqa bir deyək ki, məsələdir. Ona görə Allahın yaratdıqlarını Allah üçün sevirik və azğın ideologiyalardan Allaha sığınırıq. Və necə ki, özümüzü xilas etmək istəyirik, insanları da o ideologiyalardan xilas etmək istəyirik və xilas etdikdə bizim özümüzün ideologiyamızda mə unzilə iləykum, bizə endirilənə o ideologiyaya təslim olaraq və Peyğəmbərlərinin və axırıncı Peyğəmbər Muhammed s.ə.v nümunəsində həmin o təslimiyyətimizin metodologiyasını, təslimiyyətimiz necə olmalıdır, onu anlayırıq, başa düşürük. Başa düşmədiyimiz, ilişdiyimiz yerlərdə də ümmətin ümumi qəbul olunmuş və ixtilaf olmayan məsələlərinə müraciət edib faydalanırıq və bu şəkildə daha təhlükəsiz, daha gözəl Allahın dinini başa düşüb Allaha tərəf yönəlirik və Allahın sevgisini qazanmaq üçün çalışırıq. Allah hamımızı cənnətin ən yüksək məqamında görüşdürsün. Allah hamımıza hidayət versin.